Hı hı. Deməli, müəllimlər, bu gün biz təlimin təşkilinə verilən tələb və prinsiplərə aydınlıq gətirəcəyik. Ondan əlavə biz giriş etməmişdən öncə strategiya nədir? Bu gün strategiya ümumiyyətlə biz strategiya deyəndə nə başa düşürük? Strategiya sözü, yəni müəllimin bir strategiya planı qurması, əvvəlcədən müəyyən edilmiş nəticələrə çatmaq. Bax, bu hissəyə qədər sizin əvvəlcədən müəyyən edilmiş, əvvəlcədən sözü. Nəticəyə çatmaq sizin nəticə yönümlülükdür. Siz bilirsiniz ki, biz bilirik ki, daha doğrusu nəticə yönümlü didaktik prinsipində əvvəlcədən qurulmuş, məqsədin planlı olması, planlı məqsəd qurmaq, sonda qurulmuş məqsədə çatmaq bizim nəticə yönümlülüyün əsas açar sözləri idi. Və nə deməkdir? Məqsəd müəllimin konstruktiv bacarığıdır, bacarıqlar keçəndə deyəcəm, müəllimin yol xəritəsidir, planlaşdırma keçəndə deyəcəm və bu gün əvvəlcədən müəyyən edilmiş nəticə əsasında hazırlanan məqsədlər zənciri, yəni verilmiş ümumi məqsədlər zənciri, həmçinin subyektin məqsədə çatması üçün düşünülmüş planlı fəaliyyət modelidir müəllimlər. Demək ki, nə oldu? Bugün biz subyekt kimdir? Subyekt biz müəllimlərdir. Biz müəllimlərin qoyulan təhsil alanlar qarşısında qoyulan məqsədə çatması üçün ümumilikdə düşünülmüş planlı fəaliyyət modelidir. Deməli, niyə məhz bunu strategiya deyirik? Çünki strategiya ümumidir, strategiya vahiddir, strategiya hər birini özündə birləşdirir. İndi nələri birləşdirir qeyd edəcəm. Çünki bugün biz strategiya deyəndə model deyirik. Düşünülmüş planlı fəaliyyət modeli deyirik. İndi necə düşünülmüş planlı fəaliyyət modelidir bu? Gəlin ona baxaq, aydınlıq verək. Bugün strategiya, müəllimlər, biz strategiyanı deyirik ki, baxın, minimalli əmək, yəni minimalli nədir? Az miqdarda bir əmək, zaman və resurs nədir? Vəsait sərf etməklə optimal bir nəticəyə, sonuçda optimal bir nəticəyə necə çatmağın yollarını biz bugün strategiya bizə verir. Yəni strategiya biz müəllimlərin qarşısında həm əmək qoyur, həm deməli təbii ki, əməyimiz olmalıdır. Biz əmək sərf etməsək, biz güc sərf etməsək, əziyyət sərf etməsək, müəyyən zaman çərçivəsində o əməyi reallaşdırmasaq, o əmək ki, biz bugün həmin bizə təqdim olunan resurslar vasitəsilə fəaliyyətimizi zaman çərçivəsində stimullaşdıraraq sonda təhsil alanlar üzərində optimal nəticəyə necə çatmağın yollarını bugün bizə strategiya deyir. Və strategiyanın məzmununda həmin göstərdiyimiz fəaliyyətin istiqamətinə uyğun olaraq məntiqi qərarlar toplusu daxildir. Məntiqi qərarlar toplusu. Məntiqi qərarlar toplusu nədir müəllimlər? Bugün məntiqi qərarlar toplusu deyəndə, yəni biz düşünülmüş planlı fəaliyyət modeli ilə bizim məntiqi qərardır. Biz əvvəlcədən qərar necə veririk? Əvvəlcədən qərar verərək həmin belə deyək, qərara əsasən biz məqsəd reallaşdırırıq. Və bu gün təlim strategiyaları təlim prosesinin təşkilinə verilən tələbdir. Eyni zamanda iş forması, iş üsullarımızdır və təlimin planlaşdırılmasını özündə ehtiva edir. Yenə də deyirəm, təlimin təşkilinə verilən tələb və prinsip. İndi aydınlıq gətirəcəm ümumiyyətlə. Tələb nədir, prinsip nədir? İş forması, iş üsulları növbəti dərsdə keçəcəyik. Çünki biz bilirik ki, biz məşğələmizi yazanda mütləq şəkildə iş forması, iş üsulları cari planımızda qeyd edirik. Resursumuzu hər iki planımızda qeyd edirik. Yəni, bu olduqca vacibdir. Və biz belə deyək də, təhsil, baxın, burada qeyd olunan bu hissəni də aydınlıq gətirmək istəyirəm ki, gözlənilən nəticələri ilə fərqlənən məktəbə qədər təhsil pilləsi niyə fasiləsiz təhsil sistemidir? Ona görə fasiləsiz təhsil sisteminin tərkibidir ki, biz 1-6 yaşlı uşaqlarla, yəni birinci körpələrindən tutmuş, 5-6 yaş məktəbə hazırlığa qədər olan o dönəm, çünki fasiləsiz uşağın inkişaf dinamikasını izləyən bir dönəmdir. Yəni, bu niyə sonraki mərhələ üçün bünövrə rolunu oynayır məktəbə qədər? Çünki inkişaf
Çünki bünövrə, uşaq biz deyirik, evin bünövrəsini tikəndə necə tikmək lazımdır? Bir insanı da yetişdirmək üçün, bir uşağı da əsl şəxsiyyət ruhunda yetişdirmək, şəxsiyyətə çevirmək üçün onun bünövrəsi olduqca vacibdir. Yəni təməl o möhkəm qurulmalıdır. Yəni təməli möhkəm olmayan bir şeyin sonuçda belə deyək də sonrası da normal olmayacaq təbii ki. Və bu gün təhsil həm bütövlükdə tərbiyəçi, müəllim, uşaq və valideynin birgə fəaliyyətinin yekunu olduğu kimi, yəni bu gün təhsil üçbucağında biz müəllim, uşaq və valideyn münasibətləri və əməkdaşlığı və ona bir nəticə kimi baxırıq, effektiv bir nəticə olaraq baxırıq və tam mərhələli prosesin sonu kimi baxırıq. Nəyə? Məktəbə qədər təhsilin sonunu deyirəm. Tam və mərhələli prosesin sonudur. Ümumiyyətlə təhsildən danışırıq. Və bu gün məktəbə qədər təhsil kurikulumunda da biz təlim strategiyaları deyəndə yenə də qeyd edirəm. Təlimin təşkili və ona verilən tələb və prinsiplər, təlimin təşkilində istifadə olunan forma və üsullar və təlimin planlaşdırılması. Və bu gün biz təlim strategiyalarına öz inteqrativ yanaşmamız, inteqrativ nədir? Əlaqəli yanaşma, yəni inteqrasiyalı. Əlaqəli yanaşmamız təlimin keyfiyyətinin və uşaqların uğurlarının da artmasına gətirib çıxarır. Və təlimin təşkilinə verilən tələblərə indi keçid edəcəm. Çünki biz bugün inteqrativ yanaşma verməsək, biz nə keyfiyyətli, yəni təlimin keyfiyyətliliyinə tam zəmanət veririk. Eyni zamanda da uşağın daha keyfiyyətli mənimsəməsinə şərait yaradırıq, yəni bu minvalla. Bugün təlimin təşkilinə verilən tələb deyəndə müəllimlər, tələb nədir? Ümumiyyətlə, uşağın hərtərəfli inkişafıdır. Uşağın, bilirsiniz, birinci fiziki inkişaf, görürsünüz, birinci fiziki inkişafı nəzərdə tutulur. Sonra onların keyfiyyətli təliminin təmin olunması deyirəm. İnkişaf sahəsini nəzərdə tuturam. Sonra onların estetik yaradıcı bacarıqlarını nəzərdə tuturam. Çünki yaradıcı bir təfəkkür formalaşdırıram, estetik duyum formalaşdırıram, estetik yaradıcı inkişaf sahəsi. Daha sonra müsbət emosional mühitin yaradılması, emosional deyirəmsə, adı üstündə sosial-emosional inkişaf sahəm, ünsiyyət bacarıqları, kommunikasiyam, əməkdaşlığım, ümumi mühitə bələdləşmə, empatiya, emosionallıq, yəni bütün bunlar təlim fəaliyyətinin təşkili zamanında bir sıra tələbləri nəzərə alır ki, bugün biz təlimin təşkilinə verilən tələblərdə bax bu tələbləri nəzərdə tuturuq ki, tələb nədir, prinsip nədir? Tələbdir. Təlimin qarşısında qoyulmuş tələbləri bugün bizdən bunları istəyir. Məsələn, bugün təhsil verən şəxsin qarşısında ümumiyyətlə tələb necə qoyulur? Birincisi, uşaq ləyaqətinə hörmət. Bu bizim təlimin təşkilinə verilən birinci bir tələbdir. Çünki biz hüquqları da keçəndə, ümumiyyətlə qanun, hüquq, vəzifə keçəndə dedik ki, qarşılıqlı hörmət təmin olunmalıdır. Təbii ki, bu təhsil alanların da qarşısında qoyulmuş bir vəzifə öhdəliyidir ki, bugün uşaqların əslində vəzifəsi var. Yəni bir çox deyir ki, yoxdur, amma niyə yoxdur ki? Uşaq da öz vəzifə belə deyək də borcunu bilməlidir ki, qarşılıqlı hörmətə əsaslanan ünsiyyətin qurulması, təhsil verənə hörmət aşılamaq, valideynə hörmət, özündən böyüyə hörmət aşılamaq. Və bu gün də biz müəllimlərin qarşısında uşaq ləyaqətinə hörmətin aşılaması bir tələb kimi qarşıya qoyulur. Təlimin uşaqların yaş və fərdi xüsusiyyətlərinə uyğun. Ay müəllim, təlimi elə qur ki, sən müəllimsən, təlimi elə qur ki, uşaqların yaşı, fərdi xüsusiyyətləri, yəni fərdi xüsusiyyətləri nədir? Bir uşağın öyrənmə səviyyəsi necədir? Bir uşaq aktiv uşaqdırmı, passiv uşaqdırmı, mənimsəməsi yaxşı mənimsəyirmi, zəif mənimsəyirmi və yaxud da sosial uşaqdırmı, asosial uşaqdırmı? Bu kimi fərdi xüsusiyyətlərini nəzərə al, yaşlarını nəzərə al və ona uyğun forma, metodlar təşkil et. Ay müəllim, ona uyğun forma və metodlar təşkil et ki, bugün hansı forma, hansı metod, hansı iş üsulu təşkil edəcəksinizsə, bax onu artıq növbəti mərhələdə iş forması, iş üsullarında keçəcəyik. Daha sonra təlim prosesində fəaliyyətin böyüklər və uşaqlar arasında əməkdaşlıq əsasında qurulması. Bəli, əməkdaş olmalısınız. Biz müəllim olanda nə olar ki, biz qarşılıqlı əgər fəaliyyətdən söhbət gedirsə, yəni müəllim uşaq arasında qarşılıqlı fəaliyyət, bugün müəllimlər qeyd edirik, subyekt. Qeyd edirik, subyekt bərabərdir müəllimlər, subyekt. Çünki
Bu birinci subyekt mənəm, müəlliməm. Qarşımdakı digər subyekt də təbii ki, uşaq olacaq, təhsil alan tərəf olacaq. Mən bu uşaq necə ki, mən bir subyektəmsə, mən bir müəllim olaraq şəxsiyyətəmsə, qarşımdakı uşaq da, o uşağı da subyekt gözündə görməliyəm. Çünki o mənim qabağımda, üzr istəyirəm, əşya deyil. Cansız bir varlıq deyil. Əgər mən şəxsiyyətdən danışıramsa, o bugün körpədirsə, sabah onu şəxsiyyətə çevirməliyəm. Çünki gələcəyi var bu uşağın. Qarşıda məktəb dövrü var bu uşağın. Ona görə də bugün fəaliyyətin böyüklər və uşaqlar arasında böyük-böyük münasibəti, böyük-uşaq münasibəti, uşaq-uşaq münasibəti, uşaq-valideyn münasibəti, müəllim-valideyn münasibəti və eləcə də valideyn-uşaq münasibəti arasında əməkdaşlıq, yəni kooperativlik əsasında qurulması bugün bizim qarşımızda bir tələbdir. Daha sonra gəlirəm uşaqların təşəbbüskarlıq və müstəqilliyinin dəstəklənməsi. Biz müəllim olaraq niyə bugün bizim qarşımızda bu tələb qoyulur? Çünki uşağı təşəbbüskarlığa biz müəllimlər vadar etməliyik. Biz müəllimlər uşağın təşəbbüskarlıq nədir? Təşəbbüskarlıq budur ki, deyirəm bir təşəbbüskarlıq göstər. Ay uşaq, addım at. Ay uşaq, aktiv mövqeyə. Ay uşaq, onu stimullaşdırıram. Onu aktiv mövqeyə çağırıram. Aydın olurmu? Yəni mən bunu uşaqlarda müsbət ruhda, uşaqlarda müsbət konstruktiv rəhimlə uşağı müsbətə doğru kökləyirəm. Uşağı aktiv belə deyək də fəaliyyətə, onların aktiv fəaliyyətə sövq edib stimullaşdırıram, motivasiya verirəm, həvəsləndirmə verirəm. Eyni zamanda müstəqilliyini dəstəkləyirəm. Çünki müstəqillik olduqca önəmli bir faktordur ki, sabah uşaq özü müstəqil şəkildə problemi öhdəsindən gələ bilsin. Özü nəticə çıxara bilsin, özü müşahidə edə bilsin, səbəb-nəticə əlaqəsi qura bilsin. Aydındırmı? Ən sonuncu uşaqların fiziki və psixi zorakılığın bütün formalarından qorunması. Ay sağ olun. Çünki biz bugün deyirik ki, biz keçən dərsdə də dedik axı ki, hüquq vəzifələri keçəndə bütün uşaqların bütün fiziki və psixi zorakılıqdan qorunması. Əgər biz müəllim onları qoruyuruqsa, onları psixoloji təzyiqlərdən, ümumiyyətlə bullyinglərdən, fiziki bullying nədir? Fiziki zorakılıqdan, yəni bir-birlərinə qarşı aqressiv münasibətdən qoruyuruqsa, təhlükəsiz bir münbit bir şəraitdə onların təhsil almalarını təmin ediriksə, təlim-tərbiyə şəraiti təmin ediriksə, deməli bu bizim vəzifəmizdir. Biz müəllimlərin vəzifəsidir həqiqətən də. Çünki uşaqları qorumaq, uşaqları bütün fiziki, psixoloji hallardan, yəni aqressiv, belə deyək də, mənfiliklərlə dolu bir hallardan müdafiə etmək bugün biz müəllimlərin qarşısında duran ən əsas bir tələbdir, vəzifə borçlusudur, yəni vəzifə öhdəliyidir. Amma biz uşaqlarda mı onu dedik ki, tərsinə, tam tərsinə, uşaqların fiziki və psixi zorakılıqdan qorunması, uşaqların bugün təhlükəsiz bir şəraitdə təhsil alması, müdafiə olunaraq böyüməsi, inkişaf etməsi, təhsil alması, təlim-tərbiyə alması bu amma uşaqların hüququdur. Uşaq tərəfdən baxsaq, uşağın hüququdur. Yəni belə deyək də psixi zorakılıqdan qorunmaq, amma qorunmaq biz müəllimlərin vəzifəsidir. Çünki ailələrin təlim fəaliyyətinə bilavasitə cəlb edilməsi. Bu bizim qarşımızda bir tələb kimi qoyulur ki, yəni biz müəllimlər olaraq biz valideynlərlə əməkdaşlığımızı da mütləq şəkildə stimullaşdırmalıyıq, yəni önəm verməliyik. Biz imkan verməməliyik ki, valideynlər passiv mövqedə qalsınlar. Mütləq cəlb etmə. Passiv valideyni də belə aktiv mövqeyə gətirməliyik. Çünki bunu tələb kimi qarşımıza qoyurlar. İndi təbii ki, məcburiyyət deyə bir şey yoxdur, amma tələbdir bu bizim təhsil verənlərin qarşısında. Aha. Bu bizim tələblərdir, təlimin təşkilinə verilən tələblər. Yəni digər bir PDF-də də baxın, burada da açar sözlər olaraq qısa şəkildə. Sadəcə bu qısa formasıdır, amma bu PDF-nin əsas Artinin bizə verdiyi mənbələrin əsas, belə deyək də, kitab formasıdır. Aha. Və bugün təlimin təşkilində hansı prinsiplərə istinad edilməlidir? Baxın, tələb dedim, müəllimlər, tələb nədir? Prinsip nədir? Tələb bugün biz təhsil verənlərin qarşısında qoyulan dövlət tərəfindən qoyulmuş tələbdir. Bəs yaxşı, prinsip nədir? Prinsip isə bizə sadəcə yolunu göstərir.
Prinsip isə şüardır. Bir şüardır ki, məsələn, bugün təlimi təşkil edən zaman biz hansı prinsipləri rəhbər tutaraq, önəm tutaraq biz səmərəli təlim fəaliyyəti təşkil etməliyik. Hansı prinsipləri? İlkin olaraq şəxsiyyət yönümlülük prinsipidir müəllimlər. Baxın, şəxsiyyət yönümlülük. İkinci, differensiallaşdırma və fərdiləşdirmə şəxsiyyət yönümlülük hər birinizə məlumdur. Didaktik prinsiplərdən keçmişik. Çünki burada didaktik prinsiplərlə təlimin təşkilinə verilən prinsiplərdə bir şəxsiyyət yönümlülük, bir də nəticə yönümlülükdür oxşar olan. İkisi. Şəxsiyyət yönümlülük və nəticə yönümlülük. Digəri differensiallaşdırma, yəni digər adı fərdi deməkdir. Differensial sözünün mənası fərdi, fərqli xüsusiyyətlərin nəzərə alınması fərdi. Üçüncü, idrak fəallığıdır müəllimlər. 3 olaraq 4 əyanilik əsas məsələ önəm daşıyır. Bir də əməkdaşlıqdır mütləq şəkildə. Bayaq dedim, təhsil üçbucağı. Tərbiyəçi müəllim, uşaq valideyn, valideyn müəllim münasibəti başlığı və son olaraq nəticə yönümlülükdür. 6 prinsipdir ki, və biz bugün deməli şəxsiyyət yönümlülüyə gəlincə, ümumiyyətlə, şəxsiyyət yönümlülük. Şəxsiyyət yönümlülük müəllimlər nə deməkdir? Biz şəxsiyyət yönümlülüyü keçəndə dedik ki, şəxsiyyət yönümlülük uşaqların qarşısında ümumiyyətlə bizdən nəyi tələb edir? Biz müəllimlərdən. Şəxsiyyət yönümlülük budur ki, uşağa bütöv bir şəxsiyyət kimi yanaşmağı tələb edir. Yəni, bugün biz bir şəxsiyyət, uşağı bir şəxsiyyət kimi formalaşdırırıqsa, bugün belə deyək də, ən vacib komponentlər, dəyərlər də daxil olmaqla ən vacib komponentlərin formalaşdırılması da bir vəzifə kimi qarşıya qoyuruq ki, belə deyək də, bugün 4 vacib komponent nə idi? Ünsiyyət idi, idrak idi, ən vaciblərdən deməli ünsiyyətimdir, idrakımdır, eyni zamanda psixomotor fəaliyyətimdir və bir də belə yazım qısa, motor bacarıqlar, müəllimlər və bir də dəyərlərim idi. Hansı ki, milli bəşəri dəyərlərim. Dəyər olduqca vacibdir ki, çünki əgər bu 4 vacib, belə deyək də, komponentlərdən biri olmasa, bu şəxsiyyət yönümlülük pozular. Çünki idrak qədər ünsiyyət də vacibdir. Ünsiyyət idrak formalaşdığı qədər uşağın psixomotor bacarıqları da vacibdir. Çünki bugün psixomotor sözünün mənası nədir? Hərəkətlilik deməkdir. Həm böyük motorika, həm kiçik motorika. Bugün uşağın fiziki inkişafında dəstəklənən psixomotor bacarıqlarının, belə deyək də, yüksək inkişaf etməsə, biz bunun inkişafını götürməsək, təbii ki, bu, belə deyək də, nəticəsiz, yəni proses tamlığı pozulmuş olar. Çünki olduqca vacibdir. Çünki biz idraki inkişaf sahəsinə toxunuruq. İdrak inkişaf sahəm düzdür. Ünsiyyət sosial-emosional inkişaf sahəmdir. Motorika, psixomotor, fiziki inkişaf sağlamlığımdır. Aydın olur müəllimlər. Eyni zamanda inteqrasiya olunur estetik yaradıcı ilə. Çünki biz estetik yaradıcıda kiçik motorikanı, kiçik əl barmaq əzələlərinin yaradıcı fəaliyyətdə inteqrasiyasını veririk. Eyni zamanda dəyərlər kateqoriyasıdır ki, dəyərlər olduqca vacibdir ki, bugün biz dəyərlərdə həm Azərbaycançılıq didaktik prinsipini inkişaf etdiririk, həm belə deyək də, dünyəvilik prinsipini inkişaf etdiririk. Çünki müxtəlif milli dəyərlər bizə aiddir, milli bəşər dəyərlər. Amma müxtəlifçilik, belə deyək də, multikulturalizm, müxtəlif mədəniyyətlərə hörmət, bunlar artıq dünyəvilik gedir. Ona görə də bugün əxlaq tərbiyəsi formalaşdırmaq, belə deyək də, mədəni müxtəliflik səriştəsi, fəal vətəndaş mövqeyi, milli kimliyin dərki, milli iftixar hissi, ümumilikdə insan hüquqları və demokratiya, bunların hər biri dəyərlərdə öz əksini tapmış olur. Yəni, dəyərlər kateqoriyasının səriştəsi olaraq həm də şəxsiyyət yönümlülüyünün dəyərlərini biz qeyd etdik ki, ona görə də bu 4 vacib komponent biri pozulsa, təbii ki, şəxsiyyət yönümlülüyü pozulmuş olur. Tam şəxsiyyət yönümlülüyü olmur. Və bugün, belə deyim də, yəni eynidir. Şəxsiyyət yönümlülüklə didaktik prinsipdəki kimi şəxsiyyət yönümlülüyü məzmunu eynidir. Digər bir tələb differensiallaşdırma və fərdiləşdirmədir. Hansı ki, burada da qeyd etmişəm, uşaqların fərdi xüsusiyyətləri. Differensiallıq nədir? Differensiallıq uşaq yönümlülüyün bir qoludur. Ümumilikdə, uşaq yönümlülük prinsipinin sizdən, yəni eynisidir. Ola bilər ki, testlərdə düşsə, uşaq yönümlülükdür və yaxud da differensiallıqdır, həmişə variantlardan biri veriləcək.
Ya differensiallıqdırsa uşaq yönümlülüyü olacaq, ya da elə differensiallığın özü olacaq. Yəni çünki eynidir. Bir tamamilə yəni uşaq yönümlülüyün bir qoludur ki, hansı ki burada biz uşaqların fərdi xüsusiyyətləri, fərdi sözüdür, uşağın marağıdır, ehtiyacıdır, tələbatıdır, uşağın inkişaf səviyyələridir, fiziki səviyyəsi də ola bilər, əqli inkişaf səviyyəsi də ola bilər. Eyni zamanda uşaqların psixoloji, yəni psixofizioloji xüsusiyyətləridir. Yəni bu belə deyək də bir sıra xüsusiyyətləri nəzərə alaraq təlimin bu xüsusiyyətlər əsasında təşkil olunmasıdır. Yəni biz bu gün differensiallıq deyəndə nəyi nəzərdə tutulmalıyıq? Bu differensiallıq deyəndə belə qeyd edeyim də, məsələn, inklüziv uşaq var qrupunuzda. Düzdür, sağlamlıq imkanı məhdud uşaq. Bu uşaqla siz differensial bir mühit təşkil etməlisiniz. Çünki niyə? Bu uşaq digər uşaqlardan fərqlənir axı. Digərlər tam normal, bu uşaq artıq belə deyək də müəyyən bir qüsuru, problemi olan uşaqdır. Siz bu uşaqla differensial fərdi bir fərdiləşdirmə, fərdi bir mühit təşkil edirsiniz. Yəni fərdi, çünki o uşağın fərdi ehtiyaclarını siz nəzərə alaraqdan onların fərdi xüsusiyyətlərinə əsasən, fərdi öyrənmə tərzlərinə əsasən differensiallaşdırmada VAKO abreviaturası da götürülür. Onu da qeyd edeyim. Çünki bir uşaq var vizual öyrənir, bir uşaq var audial öyrənir, bir uşaq var kinestetik öyrənir. Düzdürmü? Ona görə də o uşaqların öyrənmə tərzi, necə ki, yəni insanlar müxtəlifdir, uşaqların da öyrənmə tərzləri müxtəlifdir. Hamı eyni ola bilməz. Yəni müxtəlif öyrənmə tərzlərinə görə uşaqların mənimsəməsi, öyrənməsi. Ona görə də siz differensialda baxın, inklüziv uşaqla məşğul olursunuz. Tutalım ki, bir uşaq var, digər uşaqlardan mənimsəməsinə görə fərqlənir. Niyə? Çünki bir uşaq var, eyni materialı keçirsiniz, eyni məşğələdə, eyni mövzunu keçirsiniz. Elə uşaqlar var ki, tez mənimsədi, tez tapşırığın öhdəsindən gəldi. Elə uşaq da var ki, çətinlik çəkir, əziyyət çəkir. 5 dəfə də başa salırsan, çox çətin başa düşür. Yenə əziyyət çəkir. Siz bu uşaqla necə məşğul olmalısınız? Siz onun üstündən keçməli deyilsiniz də ən azından. Hardasa bir fərdi şəkildə bir belə deyək də o uşaqla yenə həmin mövzu üzərində bir öyrədici bir mühit təşkil eləməlisiniz. Çünki baxın, görürsüz ki, yəni xüsusiyyətlər nəzərə alınır. İnkişaf səviyyələri nəzərə alınır. Yəni əbəs yerə fiziki əqli inkişaf səviyyəsi demirik. Eyni zamanda sosial olub və yaxud da asosial uşaqdır. Yəni bu uşaq sosial bacarıqları varmı? Ünsiyyətcil uşaqdırmı? Kommunikasiya tez quran uşaqdırmı? Özünü qrupa tezmi adaptasiya edə bilir? Yoldaşları da tezmi ünsiyyətə girə bilir? Yoxsa elə bir uşaqdır ki, tamamilə ünsiyyətdən kənarda qalıb, tamamilə belə deyək də kommunikasiyası yox dərəcəsindədir, yəni. Bu cür uşaqlar və yaxud da utancaq uşaqdır, və yaxud da pasiv uşaqdır, və yaxud da davranış pozuntulu uşaqdır, davranışında çətinlik törədən uşaqdır. Yəni bu kimi fərqli xüsusiyyətləri nəzərə alaraq, bir çox fərqli xüsusiyyətləri nəzərə alaraq belə deyim də, fərdi və differensial, fərdi və fərqli ehtiyacları nəzərə alaraq uşaqların fərdi öyrənmə mühitinin təşkil olunması olur sizin differensiallaşdırmanız. Daha sonra idrak fəallığı nədir? İdrak fəallığı müəllimlər, burada da qeyd olunub idrak fəallığı, baxın, belə deyim də, idrakdır. İnkişaf sahəsi olaraq idraki inkişaf sahəmdir. Didaktik prinsiplərdən inkişaf yönümlülük didaktik prinsipimdir, qeyd eləyərsiniz burada. İnkişaf yönümlülük didaktik prinsiplə birbaşa olaraq bərabərdir. İnkişaf yönümlülükdür. Kognitiv xarakter daşıyır təhsil materialları. Niyə kognitiv? Məsələn, uşağın qarşısına, məşğələ prosesində uşaqların qarşısına işçi vərəqlər qoyursunuz. İşçi vərəqlər əsasında verilmiş tapşırığın reallaşdırılmasına şərait yaradırsınız və yaxud da işçi vərəqlərdə təsvir olunmuş hər hansısa bir problemin həllinin öhdəsindən gəlmək, belə deyək, tapşırığı verirsiniz. Yəni o tapşırığı bir yerdə işləyirsiniz. Yəni görürsünüz, yenə deyir, idraki proseslərini fəallaşdırma. İdraki proseslər nədir? Gələcəkdə keçəcəyik. Psixi proseslər. Psixi proseslər də diqqətdir, hafizədir, təfəkkürdür, təxəyyüldür. Yəni bu kimi idraki prosesləri qavrayışdır. Bu kimi psixi idraki proseslərin fəallaşdırılması uşaqda güclənir. Çünki ən azından işçi vərəqdə uşağın qabağına qoyursunuz. Ən azından uşağa orada bir diqqət tələb edən bir tapşırıq var. Uşaqdan diqqət tələb eləyir.
Uşaq diqqətini verməlidir ki, yəni məkan göz koordinasiyası olmalıdır ki, uşaqda. Uşaq tapşırığı diqqətlə incələsin. Diqqət verməyən uşaq nə dərəcədə o tapşırığın öhdəsindən gələ bilər? Görürsüz, bir psixi proses olaraq diqqəti formalaşdırdı. Eləcə də təfəkkür, yəni idraki proseslərin içində təfəkkür. Uşaq tənqidi təfəkkürünün inkişafına biz nə demişdik? Uşağın analiz etmə bacarıqları, uşağın tədqiq etmə, tədqiqat aparma bacarığı, uşağın induktiv, deduktiv, yəni ümumidən xüsusiyə, xüsusidən ümumiyə, belə deyək də, araşdırma bacarığı, analiz etmə, müqayisə etmə, təhlil, tərkib, təsnifat, ümumiləşdir, qruplaşdır, bir əşyanın müəyyən xüsusiyyətlərinə görə ümumiləşdir, qruplaşdır, təsnifata ayır, əlamətlərinə görə, müxtəlif, belə deyək də, etalonlarına görə. Yəni, bu da olur təfəkkür. Yəni, idrak fəallığı konkret olaraq işçi vərəqlər gözümüzün qabağına gəlsin. Yəni, təhsil materiallarının kognitiv. Kognitiv sözünün mənası nədir? Öyrədici deməkdir. Qeyd edirsiniz. Kognitiv, öyrədici, öyrədici. Öyrədici o da bərabərdir didaktik. Didaktik, kognitiv, öyrədici. Kognitiv, didaktik, öyrədici deməkdir. Çünki öyrədici xarakter daşıyır. Çünki bunun məqsədi nədir? İşçi vərəqlərinin uşaqda bir, belə deyək də, beyni idrak baxımından beyni, belə deyək də, kognitiv, öyrədici etmək. Öyrədici tələbatın, yəni belə deyək, idrak tələbatının formalaşdırılması, idrak fəallığı bərabərdir, inkişaf yönümlülük, didaktik prinsipi. Çünki bir fəallıq formalaşdırıram, uşaqlarda bir motivə formalaşdırıram, bir həvəsləndirmə yaradıram. Ona görə də davamlı inkişaf getdiyi üçün bu bərabər olur inkişaf yönümlülük didaktik prinsipinə. Və dördüncü prinsipimiz əyanilik prinsipidir. Əyanilik də uşaqların, belə deyək də, niyə deyirik öyrənməyə olan marağını stimullaşdırır müəllimlər? Çünki ona görə deyirik öyrənməyə olan maraq stimullaşdırır ki, çünki əyani, adı üstündə əyani, uşaq gözlə görür. Uşaq vizual olaraq vako, bizim öyrənmə tərzlərimiz olan vakonun vizual öyrənməsini təmin edir. Çünki uşaq gözlə görür. Biri var ki, məsələn, bir mövzu tutalım ki, meyvələr mövzusunu şifahi formada uşağa izah edirsiniz. Biri də var ki, əlinizdə həm belə deyək də meyvələrin mulyajı olur, əlinizdə konkret olaraq belə deyək də videoçarx da ola bilər, konkret olaraq əşyanın özü olur, konkret olaraq şəkillər olur, illüstrasiyalar olur. Görün nə qədər əyani vasitələrlə siz uşağın öyrənməsini daha da gücləndirirsiniz. Daha da mənimsəməni stimullaşdırırsınız. Yəni, bugün keyfiyyətli mənimsəmə açar sözü olaraq əyanilikdən yaranır. Çünki adı üstündə əyanidir. Görmə, vizual, diqqət psixi proses. Bəs yaxşı, əməkdaşlıq nədir? Əməkdaşlıq adı üstündə kooperativlik, yenə təhsil üçbucağının əməkdaşları, tərbiyəçi, müəllim, uşaq, valideyn, valideyn, müəllim, valideyn, uşaq və yaxud da müəllim, valideyn, müəllim, uşaq münasibəti. Yəni, hər üç tərəfin qarşılıqlı münasibəti, görürsünüz, yəni bugün bizim məktəbə qədər təhsilin özəyidir. Çünki valideynlərlə əməkdaşlıq olduqca vacibdir. Bugün hər üç münasibətin həm bağçada, həm də sabah ev şəraitində valideynlə əməkdaşlıq olduqca önəmlidir ki, bugün məktəbə qədər müəssisə öz üzərinə düşən öhdəliyi təlim, tərbiyə, təhsil baxımından həyata keçirir. Sabah onu evdə biz valideyn də eləməlidir. Çünki valideyn eləməsə, yəni bu qarşılıqlı əməkdaşlıq ondan ibarət ki, söhbət yenə də mərkəz nədir? Uşaqdır da, mərkəzə köklənməkdir burada əsas məsələ. Ki, bugün əməkdaşlığımın nəticəsi nədir? Sonuçda uşağın, belə deyək də, sonda uğurlu qiymətləndirilməsi, sonda uğurlu, inkişafın sonda uğurlu nəticələrlə, belə deyək, nəticələr əldə etməsi və əsl şəxsiyyət yönümlü yetişməsi. Yəni, məktəb təliminə hazırlığı. Ona görə də əməkdaşlıq, kooperativlik olduqca önəmlidir. Bugün görürsünüz, təlimin təşkilinə verilən tələbdə bir prinsip kimi öhdəliyimizə, qarşımıza qoyulur. Bəs yaxşı, nəticə yönümlülük nədir? Didaktik prinsipdə nə demişdik? Yenə əvvəlcədən, sonradan. Əvvəlcədən budur ki, fəaliyyəti əvvəlcədən müəyyən edirəm, müəyyən olunmuş nəticə əsasında qururam və qurduqdan sonra sonda məqsədə çatmanı stimullaşdırıram. Çünki mən əvvəlcədən əgər planım varsa
Əgər mən planlı, produktiv, məhsuldar müəlliməmsə, zaten produktiv məhsuldar deməkdir. Əgər planımı, işimin sistemini, ardıcıllığını, planını quran bir müəlliməmsə, nəticə qoymuşamsa, deməli sonda o nəticəyə çatmalıyam. Yox, əgər sonda o nəticəyə çata bilmirəmsə, deməli nəticə yönümlülüyüm pozulur. Çünki nəticə yönümlülüyü də qoyanda mütləq şəkildə düzgün məqsəd tərtib etməliyəm. Yəni indi o məqsədi də biz gələcəkdə açacağıq ki, Smart-ı keçəndə məqsəd hansı meyarlar üzərində, məqsəd necə qurulmalıdır ki, müəllimin sonda həmin məqsəd üzərindən nəticəyə çatması stimullaşmış olsun. Yəni uğurlu bir nəticə yönümlü bir müəllim olsun. Yəni bu qədər müəllimlər. Bu da oldu bizim nəticə yönümlülük prinsipimiz. Yəni didaktik prinsiplərdən bir şəxsiyyət yönümlülüyü, bir də nəticə yönümlülüyü bizə zaten aydın idi. İdrak fəallığı eyni ilə bizim didaktik prinsiplərimizdən belə deyək də, inkişaf yönümlülüyü didaktik prinsipi idi. Diferensiallaşdırma bizim uşaq yönümlülüyümüzün tam eynisidir. Demək olar ki, sadəcə bir odur ki, fərdilikləri, fərdi ehtiyacları, fərdi xüsusiyyətləri nəzərə alın və fərdi diferensial bir mühit qurun həmin uşaqlarla. Əyani adı üstündə əyani vizual öyrənmə və bir də təbii ki, sosial-emosional inkişaf sahibinin əsas açar sözlərindən biri olan əməkdaşlığım idi. Digər bir də artıq keçəcəyik gələn dərslərimizdən. Təlimin təşkilində biz hansı forma və üsullardan istifadə edirik? Fərdi, kollektiv, qrup və s. Bu da artıq gələn dərslərin belə deyək də mövzusudur. Ümumilikdə yəni prinsiplər, təlimin təşkilinə verilən prinsiplər bu qədər.